Sağ olun dostlar, kanalıma hoş geldiniz. Hoş gördük. Bu yine maraqlı bir mövzuyla görüşdə gəldim. Və əgər xatırlayırsınızsa, mən keçən mövzularda demişdim ki, mən sizə migren haqqında məlumat verəcəyəm. Və bugün istəyirəm migren haqqında danışım. Mən keçən bir baş ağrı haqqında danışdım və dedim ki, migren haqqında sizə ayrıca məlumat verəcəyəm. Çünki migren dəhşətli bir şeydir. Migren ağrıları, yəni müalicəsi olan nevroloji ağrılardır və bunlar qadınlarda daha çox rast gəlinir. Yəni nisbətdə 20% qadınlarda, 18% kişilərdə. Nə üçün qadınlarda çox olur? Ona görə ki, qadınlarda daha çox hormonal problem olur, menstruasiya dövr zamanı, ondan sonra klimaks dövr zamanı daha çox demək ki, bunlarda baş verir. Migren ağrıları bütün baş ağrıları bütün yəni ağrılar içərisində birinci yer tutur. Demək ki, çox az adam var ki, baş ağrısına şikayət eləməsin. Bu migren ağrıları isə başın bir tərəfində başlayır və 4 saatdan 72 saata qədər davam edir. Və bu migren ağrılarının səbəbi bilinmir. Yəni, bu bilinmir ki, beynin harasında nədən yaranır. Hətta qədim sivilizasiyada bunu insanı dəli edən bir ağrı kimi adlandırırlar. Və həqiqətən də migrenin əziyyətinə bilər ki, bu həqiqətən də insanı dəli etmək həddinə çatdırır. Və belə adamlar, migren adamlar adeta bir başın hərəkətindən, başı hərəkət edəndə və hansısa bir fizik iş görəndə bu demək ki, çox əziyyət çəkirlər. Demək, bunları qızlandırır, kəskin işığın titrəyişi, ondan sonra yüksək səs, bunları çox əsəbləşdirir və ağrını artırır. Sonra siqaret ətri, ondan sonra müxtəlif ətirlər. Əgər migren ağrısı olan bir adamın yanına bir adam gəlsə, ətir vurub gəlsə, onunla pis təsir edir. Ondan sonra ekologiya. Yəni havaların istisi filanı. Məsələn, görürsün, indi noyabr ayından daha belə bir ki, martdayıq. Yəni hava günəşlidir, hava istidir və bu da belə adamlara çox pis təsir edə bilir. Bir də var, genetik faktor var ki, genetikada kimdə olursa, əgər bir nəsildə bir adamda migren olsa, bu demək sonraki nəsildə 40% özünü göstərəcək. Və əgər ata-anadan birində migren olsa, demək sonraki nəsildə bu özünü göstərmək 75% çatır. Özünü göstərəcək. Və hətta demək ki, uşaqda olur ki, uşaqlarda migren olur ki, bu uşaqlarda %3-5%. Ancaq 10 yaşdan yuxarıda isə %10% olur. Və qidalarda da var ki, bəzi qidaları qəbul edəndə, demək ki, şokoladdır, ondan sonra qozdur, fındıqdır, belə qidaları qəbul edəndə, bu da migren ağrılığına pis təsir edə bilər. Ancaq bayaq mən söhbətin başında qeyd edim ki, müalicəsi olan bir xəstəlikdir. Əsasən bunun müalicəsi gedir ağrı kəsicilərlə. Amma mən ağrı kəsicilərlə danışmayacağım. Özüm üçün mən ağrı kəsicilərlə danışmıram. Mən qeyd etmək istəyirəm ki, fitoterapiyada migrenin müalicəsi var. Əsasən bunun müalicəsi gedir hicam yolunu, başa hicam qoyub qalmana migrenin müalicə eləmək olur. Məsələn, demək ki, başa ayda 2 dəfə, 3 dəfə hicam qoyub qalmalısınızsa, migren tamamilə sağala bilər. Bir də var, indi kim hicam qoymaq istəmirsə, adamlar var ki, hicamdan qorxurlar. Və bəzi bitkilərdən bunu müalicə eləmək olar. Burada demək, birinci yerdə gedir ginkgo biloba bitkisi. Sonra yoxdur, lavanda, Yunan lavandası, bunu deyirlər qarabaş. Sonra biberiye bitkisi, sonra yemişan bitkisi, meyvə çiçək, ondan sonra melisa, bədrənc, ondan sonra pişik otu kökləri, ondan sonra maya otu sarmaşığı. Bu bitkilərin qarşılığını tədbirli içmək çox yaxşı təsir edir. Bir də yaşıl çay. Çalışın ki, qara çay əvəzləyin yaşıl çayını. Çox gözəl, təmiz yaşıl çay. Bir də var yasminli yaşıl çay. Çox gözəl təsir edir, çox gözəl təsir edir. Ümumiyyətlə, çalışıb qara çayı yaşıl çayı əvəzləmək lazımdır ki, demək ki,
Eğer arkadaşında problem var, kimin beyninde problem varsa, kimde insult yaşayıpsa, geçiripse çalışın ki demek yaşıl sayı evet, qara sayı yaşıl sayı əvvəl değil. Gündə 2 dəfə səhər yolda bir fincan yaşıl sayı içmək çox gözəl təsir edir. Bir də qidanıza fikir verin. Yəni mən həmişə deyirəm ki, macisiz pəhriz yox, pəhrisiz macı yoxdur. Birinci növbədə pəhriz lazımdır, sonra macı. Yəni o mağazada marketdə satılan müxtəlif tür şirniyyatlar, müxtəlif tür içkilər, limonadlar, ondan sonra içkilər, alkohollu içkilər, sigaret bunlarda uzaq dayanmaq lazımdır. Sonra şirniyyat yemək lazım deyil. Ondan sonra kabasa desasikadır, cürbəcür bunlara o qədər müxtəlif kanserogenlə qatırlar ki, o adamı zəhərləyə bilir hətta. Bu qidalarda uzaq dayanmaq lazımdır. Təbii, çalışın ki, təbii qidalardan istifadə edin. Məsələn, indi çoxlu gülkələm var, brokkoli var, ondan sonra o qədər meyvə tərəvəz var ki, çalışın bunlardan istifadə edin ki, müxtəlif müddət kimi müxtəlif ağrıdan əziyyət çəkməyəsiniz. Bir də əsasən odur ki, çalışın əsəbləşməyin. Əsəb və streslər miqrənə çox pis təsir edir. Çalışın ki, əsəbdən uzaq durun, stresə düşməyin və əsəb və stresdən nə qədər uzaq dayansanız, o qədər də sizin rahat olacaq. Bir də ki, kim ki sizi əsəbləşdirirsə, kim sizi qızlandırırsa, söhbət sizi qızlandırırsa, yəni çalışın ki, o adamdan uzaqlaşın, o söhbətdən uzaqlaşın və rahat yaşayın özünüz üçün. Ən rahatı budur. Mən də çox danışıb başınızı ağrıtmaq istəmirəm. Mən qısaca olaraq konkretcə izah edelim ki, miqren nədir? Migrenin hələ ki, bunun etioloji bir tapılır ki, bu nədən yaranır, necə yaranır, beynin harasında, hansı hissəsində və nə üçün yaranır. Amma bir də şey bilir ki, bu beyində yaranır və başın bir hissəsini əhatə edir. 4 saatdan 72 saata qədər davam edir. Bunları sizə dedim, əsas söhbət budur. Əsas odur ki, mən elmi dildə sizə danışıb, sizin başınızı ağrıtmaq istəmirəm ki, tibbi dildə, yəni ki, sağlığınızın tibbi təsiri yoxdur. Ona görə də mən sizə sizin başa düşəcəyiniz dildə danışıram ki, hamısı mənə başa düşür və macə yollarını dedim ki, əsas macısı burada gedir, hicabdan hicamat. Bu çox güzel təsir edir. Bir də bəzi bitkiyə onları sizə saydım ki, bu bitkilərdən çay kimi istifadə edə bilərsiniz. Allah şifa versin. Allah hər kəsə kömək olsun. Xəstələnməyin. Çox danışıb vaxtınızı almaq istəmirəm. Hələ bugünlük bu qədər. Və son deyirəm ki, kim kanala abunə deyilsə, kanalıma abunə olun. Videoları bəyənin, paylaşın ki, daha çox adam faydalansın. Gələn görüşənə qədər.